deyir, sizlər dünyanı sevirsiniz, dünyaya bağlanmışsınız, özdə sizin dünyaya məhəbbətiniz çoxdur, həddindən artıq çoxdur. Dalıyca buyurur, kəllə, amma belə deyil. İzə dukkətil ərzu dəkkən dəkkə. Elə ki, yer şiddətli şəkildə parçalandı, yəni qiyamət günü gəldi. Elə ki, yer şiddətli titrədi və parçalandı. Və cəə rabbukə vəl-mələku saffən saffə. Və elə ki, mələklər, Rəbbin və mələklər dəstə-dəstə gəldilər. Niyə görə deyir, Rəbbin gəldilər, gəldi? Allah ki, gəlməyəcək qiyamət günü. Onu demək istəyir ki, yəni siz Allahın qüdrətini orada başa düşəcəksiniz. Ağıllı adamlar burada da başa düşür. Amma bəzi insanlar orada ki, hicablar çəkilir, Allahın qüdrətini daha aydın şəkildə görəcəklər. Və ciə yevmə izin bi cəhənnəm. O gün cəhənnəmi gətirəcəklər. Mən oxumuşam Əllamə Mütəhhərinin kitabında, deyir ki, bizim bir ustadımız var idi, Ayətullah Şirazi, rəhmətullahi aleyh. Deyir, biz ona qonaq qalırdıq, gecələr o halla ibadət eləyərdi. Gecə səhərəcən ibadət eləyərdi, gecənin müəyyən hissəsində. Adətən namazdan sonra, namazın içində həmdən sonra Fəcr surəsini oxuyardı. Fəcri oxuyub gəlib bu ayəyə çətəndə ki, cəhənnəmi o gün gətirərlər, biz görərdik o nə hallar keçirdir. O necə halla bu ayəni zikr eləyir. Az qalır ruhu bədənindən ayrılsın. Quşun qəfəsdə çırpıldığı kimi o vurnuxur görürük bu ayəyə çatanda. O gün cəhənnəmi gətirərlər. Yevmə izin yetəzəkkərul insan və ənnə ləhuz zikra. O gün insan öyüd alar, ibrət alar. Amma da ibrətin nə faydası? Allahın sözüdür bu. O gün cəhənnəm gələr, ədalət məhkəməsi qurular, insan orada ibrət alar, amma da ibrətin nə faydası? İbrət almalı şeylər dünyada çox idi. Bunların heç birinə fikir vermirdi. Amma indi ki, bunları görər, ibrət alar, başa düşər, amma da sonraki peşmançılıq fayda verməz. Yəqulu, ya leytəni, qəddəmtu li həyati. Onu görən kimi deyər, kaş həyatım üçün bir şey göndərərdim. Çox maraqlı şeydir. Allah Quranın bu ayəsində axirəti həyat adlandırır, dünyanı yox. İnsan baxar, deyər, kaş həyatım üçün bir şey göndərərdim, savab göndərərdim, xeyir iş göndərərdim. Dünya həyatı həyat olmayacaq onun nəzərində. Bir imtihan, necə ki tələbə bir saat, bir neçə dəqiqə imtihanda olur, onun bütün müqəddəratını o bir neçə dəqiqə həll eləyir. İnsan da dünyada elə bil ki, bir neçə an qalıb, bir neçə dəqiqə, amma həyat axirət həyatıdır. Orada deyəcək, kaş bura üçün göndərərdim, indi əliboş gəlmişəm. Kaş əliboş gəlməzdim, kaş qulaq asardım peyğəmbərlərə. Kaş onların sözünə qulaq asıb, bu həyatım üçün bir şey hazırlıq görərdim. Ondan sonra buyurur, yevmə izin la yuazzibu azabəhu əhəd. O gün elə əzab onlara dadızdıracaq ki, hələ heç kəsə dadızdırmamışıq. Onlar belə bir əzab görməyiblər dünyada. Elə bir əzaba düçar olacaqlar onlar o gün. Dünyanın ən şiddətli əzabı onun yanında yüngül bir şeydir. Əqili tanıyırsınız, Əqil Həzrət Əli Əleyhisselamın qardaşı idi. Özdəki çox şücaətli bir adam idi. Çox hazır cavab adam idi. Əsil nəsəb elmindən də yaxşı başı çıxırdı. Mən bir hadisə yadıma düşdü onun barəsində. Deyir, gəlir bir gün Muaviyyənin yanına. Muaviyyə ona baxır, deyir ki, qardaşımın qoşunu necədir, mənim qoşunum necə? Həzrət Əli barədə soruşur ki, bu qoşunları görmüsən, o necədir, mənim qoşunum necə? Deyir, getdim qardaşımın qoşununa baxdım, eyni ilə Peyğəmbərin zamanı yadıma düşdü.
Peyğəmbər kimi yaşayırlar onlar. Onları ibadət halında, rükû halında, zikr halında gördüm. Amma elə ki sənin qoşununa gəldim, çatdım, ilk qarşılayanlar məni münafiqlər oldu. O münafiqlər ki, Əqəbə gecəsində Peyğəmbəri öldürmək istəyirdilər. Onlar hamısı sənin qoşunundadır. Deyir, bilir ki, əqil zarafatçıl adamdır, istəyir onu danışdıra. Amma heç fürsət vermədi ondan nəsə soruşa. Baxır Muaviyyənin sağına, deyir, Muaviyyə sağındakı kimdir? Dedi ki, bu Əmrasdır. Deyir, hə, bildim, bu həmin o şəxsdir ki, 6 nəfər iddia edirdi ki, bunun atasıdır. 6 nəfərin arasında mübahisə gedirdi ki, atası kimdir? Axırda as qalib gəldi və bunu oğulluğa o götürdü. Yadıma düşdü bu. Deyir, bəs o birisi kimdir? Dedi, Zəhhak ibn Qeysdir. Deyir, hə, o da yadıma düşdü. Bu o adamın oğludur ki, atası erkək keçiləri dişi keçilərə kirayə verirdi. Bu da onun oğludur. Dedi, bəs bu kimdir? Dedi, bu Əbu Musa Əşəri. Deyir, hə, bu da ki, o oğru kişinin oğludur. Muaviyyə gördü ki, yanındakılar narahatdır. Biraz ürəklərini almaq üçün dedi, mən barədə nə deyirsən? Dedi ki, qoy çıxım gedim. Dedi, yox, mən barədə nə deyə bilərsən? Dedi ki, Həmaməni tanıyırsan, Hənanəni. Deyir, dedi, yox, o kimdir? Dedi ki, sualının cavabını verdim. Çıxdı, getdi. Deyir, bir dənə nəsəb elmlərindən xəbərdar olan bir adamı çağırdı, dedi, Hənanə kimdir? Dedi, desəm öldürməzsən ki? Dedi, yox. Deyir, o sənin nənələrindən biridir. Çox üzr istəyirəm sizdən, dedi ki, o pozğunluqda Məkkədə məhşur bir adam idi. O ki, İslam deyir, ailədən başlayır, ailə salih olarsa, cəmiyyət islah olar. Baxın, görün, tarixi baxın. Əhl-i Beytin düşmənlərinin əksəriyyəti zinadan doğulmuş adamlardır. Əksəriyyəti. O şey ki, təməli haramla qoyuldu, onun gələcəyi çox çətin məsələdir. Nəsə, mən sözümdən uzaqlaşdım, gəlir Həzrət Əli Əleyhisselamın yanına qardaşı Əqil. Əli Əleyhisselama deyir ki, mənim uşaqlarım çox pis vəziyyətdədir. Neçə gündə onlara yemək vermir, rəngləri solub, gətirir Həzrət Əlinin ürəyini ələ almaq üçün. Həzrət Əli deyir ki, mənim indi imkanım yoxdur. Ayın axırında xəlifə olan vaxtıdır Həzrət Əlinin. Ayın axırında maaş veriləndə maaşımı alıb öz maaşımdan verərəm. Dedi ki, maaşı gözləməyə halım yoxdur. Beytulmal ki, sənin əlindədir. Nə olar ondan biraz qardaşlıq verəsən? Əli Əleyhisselam onun gözü zəif görürdü Əqilin. Çəkilir bir kənara, bir dəmiri qızdırır odda, gətirir yaxınlaşır ona, deyir, götür. Əlini atanda onu dəmir yandırır, ondan deyir, mənim fəryadım göyə ucaldı. Baxdı mənə, dedi ki, anam matəmində ağlasın. Bir dənə adamın zarafatla yandırdığı, bir qızdırdığı dəmirin hərarətinə dözə bilmirsən, necə məni cəhənnəm oduna sövq edirsən? Deyirsən, cəmaatın haqqından sənə vereyim. O da Allah buyurur ki, o əzab dünyada görünən əzabdır. O çox ağır və şiddətli bir əzabdır. Bunların hamısını deyəndən sonra, bunların halından danışandan sonra gəlir deyir, ya əyyətuhən nəfsül mütməinnə. Keçir da başqa istiqamətə, mömin insanlara. Ey aram olmuş nəfs, irci'i ilə rabbiki raziyətən mərziyyə. Qayıd Rəbbivə tərəf bir halda ki, sən Allahdan razısan, o da səndən. Fədxuli fi ibadi, daxil ol mənim bəndələrimin cərgəsinə. Vədxuli cənnəti, daxil ol mənim cənnətimə. Bu insanlardan da danışır ki, qiyamətdə peşmandılar. Ondan sonra bu insanlardan da danışır ki, Allah onların canını alanda dedi ki, ya əyyətuhən nəfsül mütməinnə. Ay aram olmuş, sakit olmuş insan. Ay o insan ki, Allah da səndən razıdır, sən də Allahdan razısan. İmam Sadiq əleyhissalam dedi ki, bu mənim Cəddi Hüseynin surəsidir. Dedilər, ağa necə Cəddi Hüseynin surəsi? Dedi, burada deyilən sözlər mənim Cəddi Hüseynə aiddir. Mən bunu neçə dəfə demişəm, tarix yazanlardan biri var idi, Yezdin qoşununda idi. Amma o döyüşə qarışmırdı, ancaq tarix yazırdı.
Deyir, mən o gün gördüm Hüseyn kimdir. Hüseynin əzəmətini mən orada tanıdım. Hüseyn nə qədər sakit, aram halda düşmənlə vuruşurdu. Hüseynin bir-bir əlindən getdikcə hər şeyi mən görürdüm ki, daha da sakitləşir, daha da aram olur. Onun üzündə təbəssüm çoxalır. Mən deyir, axır saatlarında, axır anlarında gəldim Hüseynin başının üstündə dayandım. Dedi, ilahi, belə nurlu çöhrə görməmişdim. Üzündə razılıqdan başqa bir əlamət yox idi. O qədər yara içində o çuxur yerdə uzanan şəxs gördüm ki, onun üzündən nur qalxır. O ancaq razılıq halındadır, başqa bir hal görmədim. Ondan sonra deyim, mənim ürəyim yandı. Gəldim Ömər Sədə dedim ki, day Hüseyn ki düşüb qalıb o yerdə, ondan sənə nə ziyan? Ondan sənə ziyan gəlməz. Amma xahiş edirəm, icazə ver, axır saatlarıdır, aparım biraz su verim. Görürəm dodaqları çox quruyub. Deyir, Ömər Səd baxdı mənə, dedi ki, eybi yoxdur, apar ver. Deyir, mən suyu götürdüm, məşki doldurdum, aparıram ona verməyə. Gördüm, Şimir gəlir o yandan. Şimir gələndə mənə baxdı, dedi, hara gedirsən? Dedim, aparıram Hüseynə, son anında bəlkə bir xidmət eləyəm, bir neçə damcı su verəm. Deyir, gördüm, güldü və əbasını çəkəndə gördüm İmam Hüseyn ağanın kəsik başını aparır. Deyir, dedi, onun işini bitirdim. Gəldim, deyir, o cənazənin yanında dayandım. Heç elə bil ki, bu insan dünyadan getməyib. Odur ki, İmam Sadiq əleyhissalam buyurur ki, bu surə mənim atam Hüseynin surəsidir. Ya eyyətuhən nəfsul mütməinnə. Ey aram olmuş nəfs, dön Rəbbivə tərəf. Allah Hüseyni belə qarşıladı. Ona görə ki, dünyanın zinətlərini ürəyindən çıxartmışdı. Zahid adam idi. Zahid o adama deyirlər ki, dünyaya rəğbətsiz ola, ahirətə rəğbətli ola. İstəyirsənsə ahirətə rəğbətli olasan, gərək dünyaya rəğbətsiz olasan. İnsan müqayisə eləsin bunların ikisini. Allah Quranda Peyğəmbərə buyurur ki, başqalarına verdiyimiz zinətlər, onlara gözü dikmə. O zinətlər, dünya malı ki, başqalarına vermişik, gözü onlara dikmə. Çünki bu imtihan üçün verilib onlara. Dalıca buyurur ki, və rizqu Rabbikə xeyrun və əbqa. Allahın yanında olan ruzilər daha xeyirlidir, ahirət daha xeyirlidir. Mə indəkum yənfədə və mə indəllah baq. Allah buyurur, sizin əlinizdə olan hamısı əldən gedəcək. Amma Allahın yanında olanlar qalacaq. Gözünüzü o şeylərə dikin. Vəl-axirətu xeyrun və əbqa. Axirət daha xeyirlidir. Quran başdan başa bu nəsihətlərlə doludur. 114 surəsi Quranın bu nəsihətlərlə doludur. İnsan ibrət ala bilmir bundan. Lazımı ibrət ala bilmir. Bir arif deyirdi ki, dünyanın dəyərsizliyinə fikirləşmək üçün bircə bunu fikirləş ki, ən kamil, ən ağıllı insanlar dünyaya necə münasibətdə olur? Peyğəmbərə bax, əleyhissalama bax, hikmət sahiblərinə bax, onlar ki, hamıdan ağıllı idi. Əgər bu bir dəyərli bir şey olsaydı, onlar da bunun dalıca qaçardı. Bundan böyük nə ibrət alasan sən? Ki, onlar bu şeylərə rəğbətsiz olub. Ancaq dünya onda dəyər tapır ki, haqqın yolunda xərclənməkdə vasitə olsun, haqqa xidmət eləsin. Bəli, onda dünyanın dəyəri var. Ahirətə müqəddimədirsə. Amma dünyaya bir hədəf kimi baxmıyor. İstəyirsənsə ahirətə rəğbətin olsun, dünyaya gərək rəğbətsiz olasan. İmam Səccad gecə namazına dururdu gecə. Deyirdi, Eynəz zahidun, Eynəz zahidunə fid-dünya, Eynəz rağibunə fil-axirə. Hanı dünyaya rəğbətsiz olanlar? Hanı ahirətə rəğbətli olanlar? Yəni bu gecənin qaranlığında ancaq o insanlar durub müvəffəq olarlar ibadət eləməyə ki, onlar dünyaya rəğbətsizdirlər. Bu gecə Allah gecənin hər birində, hədisdə var ki, gecənin bir zamanında göydə bir mələk nida eləyər ki, kim istəyirsə qalxsın, hədiyyələrini alsın. Allah deyir, kimin nə istəyi var, dursun, dua eləsin, verin. Kim bağışlanmaq istəyir, gəlsin, bağışlayım. Hər gecə bir mələk bunu deyər. O adamlar ki, dünyaya rəğbətsizdir, o neymətlərə, o hədiyyələrə rəğbət olar, onlar durarlar Allahın huzurunda.
Amma qəlbi dünya məhəbbəti ilə dolu olan insan o şeylərə müvəffəq ola bilməz. İki mərhələ var. Bir mərhələ budur ki, insan günahı tərk eləyə. Bir mərhələ də budur, insan günaha rəğbətsiz ola. Biri var insan savab iş görə, biri də var insan savab işi sevə. Bunların dərəcələrinin fərqi var. Adam var günahı tərk eləyib, amma hələ günaha meyil var içində. Bu da yaxşı, amma bu hələ aşağı mərhələdir. İnsan var gəlir bir dərəcəyə çatır ki, həm günah eləmir, həm də günaha nifrət edir. Çünki günahın həqiqətindən xəbərdardır. Günahın zahiri şirindir, batini acı. Savabın zahiri acıdır, batini şirin. Əli əleyhissalam deyir ki, rüşvət yemək ilanın zəhərini yemək kimidir mənim üçün. Bu müqayisə üçün demir. Həqiqətən o günahın batinini qəlb gözü ilə görən insan ona rəğbətsiz olur. Ona rəğbətsiz olur. Çətini insan günahın, savabın o şirinliyinə nail oldu, çatdı. Ondan sonra savab işi görmək asan da olur ona. Ona görə Peyğəmbər Allah buyurur ki, və nuyəssirukə lil yusra. Səni xeyir işləri sənin üçün asanlaşdırdıq. Görsən bir daşı qaldırmaq əvvəl adama çətin olur, amma insan gücləndikcə yüngülləşir. İnsanın ruhu gücü artdıqca savab işləri görmək insana yüngülləşir. Həzrət Musa Allaha belə dua elədi, dedi, Rabbi şirahli sədri, İlahi qəlbimi genişləndir və yəssirli əmri, işimi asanlaşdır. Vəhlul uqdətən min lisani, dilimdəki düyünləri aç. Və s. Allah da dedi ki, utitə su'ləkə ya Musa, duaların qəbul oldu. Musa necə elədi ki, savab işlər ona asan da oldu. İnsan öz ürəyindən dünyanı çıxardanda savab işi görmək asan da olur ona. Həzrət İbrahim'i Allah ona görə dost seçdi ki, qəlbində Allahdan başqasına yer verməmişdi. Və cəə Rabbəhu bi qəlbin səlim. İbrahimdən danışır Quran. Buyurur ki, İbrahim Allaha tərəf pak olan qəlblə yönəlmişdi. Ondan sonra deyir ki, salamun ala İbrahim. Salam olsun İbrahimə. Kəzalikən nəczil muhsinin. Bu möhsin bəndələrin, yaxşı əməl sahiblərinin mükafatıdır. İnnəhu min ibadinəl mu'minin. Çox qəribə sözdür bu. Allah Peyğəmbərini tərif eləyəndə, öz dostunu Quranda tərif eləyəndə deyir, o bizim mömin bəndələrimizdən idi. Gör, mömin sözünün dəyəri nə qədərdir. Biz elə bilirik, 2 rükət namaz qılmaqla adam mömin olur. Allah İbrahimi tərifləyəndə deyir, o bizim mömin bəndələrimizdən idi. Mömin məsələsinin Allahın yanında əhəmiyyəti budur. O adam ki, Allah yolunda infaq eləyə bilmir, onun ürəyinin darlığındandır. İnsanın qəlbi geniş olduqca bütün varını Allah yolunda verər. Abdullah ibn Cəfər Həzrəti Zeynəbin həyat yoldaşı idi. Deyir, nəyi var idi, infaq eləyirdi Allah yolunda. Axırda malı qutardı, getdi məscidə dua elədi. Dedi, ilahi, mən həmişə kim qapıma gəlib naumid qaytarmamışam. İndi məni rüsva eləmə. Burada da elə ömrüm tamam olsun. Elə duasından sonra da dünyadan da getdi. İnsanın qəlbi genişlənəndə asan olur insana dünyadan keçmək. Əli əleyhissalam xilafətinin dövründə deyirdi ki, ay dünya məndən uzaqlaş. Biri var insanın imkanı olmaya yeməyə, bir də var hakim ola, xəlifə ola yeməyə. Osman ibn Hüneyfə məktub yazmışdı. Dedi, eşitmişəm bir qonaqlıq düzəltmişsən evində, ya daha doğrusu bir qonaqlığa getmirsən ki, orada ancaq varlı adamlar təmsil olunur. Fəqir olmayan məclisə getmirsən, sən mənim nümayəndəmsən. Elə bir məclisə getmirsən ki, orada kasıb adam olmayıb, fəqir adam olmayıb. Ondan sonra dedi ki, bil sənin imamın mənəm və həyatda arpa çörəyinə kifayətlənən adamım mən. İstəsəydim ən ləziz, ən dadlı yeməklərdən yeyərdim, amma yemədim. Ona görə ki, bəlkə mənim ölkəmdə hardasa az bir adam var. Mən demirəm, siz mənim kimi ola bilməzsiniz, amma siz də haramlardan çəkinin. İmamı mən olan adam, İmamı dünyanın halalına da göz yuman adam heç olmasa gərək haramdan çəkinə. Bir adam ki, deyir, mən Əlinin şiyəsiyəm, o ki, arpa çörəyinə kifayətlənir, məndən ki, o tələb olunmur, mənə də deyəcəklərsən, o kişinin şiyəsi idindirsə, heç olmasa dünyanın haramına göz
dikməzdin. Dünyanın haramından üz döndərərdin. Həzrət Əli də belə nəsihət eləyir. Onlar özləri də belə olub, belə insanlar da onların tərəfdarları olub. Belə insanları da çox istəyiblər. Uveys Qərəni var idi, rəhmətullah əleyh. O Peyğəmbəri görməmişdi bir dəfə. Öz zamanının ən üstün zahidlərindən biri idi. Peyğəmbər o Qərən şəhərində yaşayırdı, Yəməndə. Peyğəmbər deyirdi ki, behiştin, cənnətin iyi Qərəndən gəlir. O tabiin idi, Peyğəmbərin zamanında yaşaya-yaşaya Peyğəmbərlə görüşə bilməmişdi. Deyirdi Peyğəmbər ki, kim onu görsə mənim salamımı ona çatdırsın. Hər adama Peyğəmbər salam göndərməz. Bir dəfə anasından deyir, icazə alır, gəlir şəhərə, Mədinəyə ki, Peyğəmbərlə görüşə. Anası deyir, yarım gün icazə verirəm. Dayanır, görür Peyğəmbər yoxdur. Gözləyir, görür ki, yox, gözləsə anasına verdiyi vədin xilaf çıxacaq. Qayıdır, çıxır, gedir. Gedir Peyğəmbər, gəlir evə girən kimi deyir ki, evdə nur görürəm. Bu nur nə nurdur? Deyir, heç bir dəvə kirayə eləyən adam gəlmişdi, Uveys adında səni görmək istəyir. Düzdür, o məni görə bilmədi, amma bu nuru mənə hədiyə qoydu, getdi. Bu belə bir dərəcənin insanıdır. Nəyin nəticəsində? Onun nəticəsində ki, dünyaya rəğbətsiz idi, Peyğəmbər onu çox istəyirdi. Amma Peyğəmbərin yanında adamlar var idi ki, heç hidayət olmamışdılar. O ki, deyirlər, bu sahabədir, bu yaxşı adamdır, səhv fikirdir bu. İnsanın dəyəri səhabəli ilə deyil, insanın dəyəri təqvası ilə. Adam var, səhabə deyil, Peyğəmbəri görməyib, amma Peyğəmbər deyir ki, ondan cənnət iyi gəlir. Adam var, Peyğəmbərin yanındadır, amma qiyamətin günündə ən ağır əzablara düçar olacaq. Peyğəmbərə məsafə baxımından yox, mənəviyyat baxımından yaxın olan insanlar nicat tapacaq. Əleyhissalamda Peyğəmbər də belə insanlara qiymət vermişdilər. Deyir, Ömər ikinci xəlifə gördü, Uveys gəlir, baxdı, gördü, çox sadə geyimdə, başladı onu tərif eləməyə. Ondan sonra Uveysə baxdı, dedi, kim bu xilafəti bir tikə çörəyə alar məndən? Dedi, ağıllı adam bu ticarətə razı olmaz. Əgər düz deyirsənsə, bu xilafəti qoy, çıx get, qoy sahibi gəlsin, ona gələnsin. Əgər sözün düzdürsə. Əgər bunu siyasi məqsədlə demirsənsə. Suffeyndə 100 nəfər Həzrət Əliyə beyyət eləyənlərdən biri də Uveysi. Belə dəyərli insanlar. Malik kimi insanın dəyəri ola ki, Həzrət Əli dedi, Malik şəhid olanda dedi, Malikin ölümü mənim belimi sındırdı. Əleyhissalam belə bir qiymət verdi. Dedi, əgər o dağ idisə, ən möhkəm dağ idi. Əgər o daş idisə, ən möhkəm daş idi. Allah Malikə rəhmət eləsin. Bu Əleyhissalamın duasıdır onun barəsində. O əzəmətli bir insan idi. Mən Peyğəmbərə nə nisbət deyəmsə, görün nə dərəcədə dəyər verdi ona. Dedim, mənim Peyğəmbərə nisbətim necə idisə, Malik mənə elə idi. Təqvasının və imanının nəticəsində. Bugün İmam Sadiq Əleyhissalamın şəhadət günüdür. Bizim şiyələrimiz hədisdə var, o kəslərdir ki, bizim şad günümüzdə sevinər, qəmli günümüzdə kədərli olarlar. Bugün Əhl-i Beytin əza günüdür, matəm günüdür. Bugün İmam Sadiq Əleyhissalamın dünyadan köçdüyü, şəhadət şərbətini içdiyi bir gündür. Bəzi təqvimlər sabah yazıb, Ramazan ayı 29 gün oldu, ona görə də bir gün dala gəlir və bu günə təsadüf eləyir. Mən bir nəsihət deyirəm İmam Sadiq Əleyhissalamdan və sözümü yavaş-yavaş tamamlayıram. İmam Sadiq dedi ki, xalqı bizə tərəf çağırın, amma səssiz çağırın, danışmaqla yox. Danışmadan xalqı bizə tərəf çağırın. Dedilər, Yəbnə Rəsulallah, necə olar ki, biz sizə tərəf cəmaatı səssiz çağıraq, danışmadan çağıraq. Buyurdu ki, Allaha itayət xüsusunda sizə dediklərimizə əməl edin. İnsanlarla ədalətlə davranın. Cəmaata xeyir işləri tapşırıb, pis işlərdən çəkindirin. İnsanlar sizdən ancaq xeyir görsünlər. Sizdə gözəl sifətləri görəndə onda deyəcəklər ki, Allah rəhmət eləsin Cəfər ibn Muhammədə ki, öz şiyələrini necə tərbiyə eləyib. Bizə zinət olun, bizim adımızı batırmayın. Bu İmam Sadiqin bizlərə nəsihətidir. Elə davranın ki, cəmaat sizi görüb bizə aşiq olsun, sizin məktəbinizə aşiq olsun. Söz qəhrəmanı olmayın, əməl qəhrəmanı olun. Danışmaqdan çox əməlünüzə fikir verin. Cəmaat sizi görəndə sizə aşiq olsun, sizin xüsusuzda, sizin simavuzda, sizin əqidövüzü bəyənsinlər. Bunu kim eləyə bilir? Böyük adamdır.
Danışmağa hamımız danışırıq. Mən yarım saatdir danışıram. Danışmağa danışırıq. Amma az adam var ki, İmam Sadiq dediyi kimi əməllə çağıra insanları. Barmaq hesabı belə adamlar. O adamlar ki, onları insanlar görəndə onların əqidəsini qəbul eləsinlər. Çox az bir adamdır. Demişdim mən keçən dəfə, İmam Musa Kazımın heç bir kəlməsi yox. Sadəcə olaraq ibadətini gördü, bir pozğun qadını atmışdılar zindana, İmam Musa Kazımın abrını aparmaq istəyirdi güya bu xəlifə. Deyir, gəldilər birazdan sonra gördülər ki, İmam səcdədə, bu da səccadə salıb, dəstəmaz alıb, bu qadın da düşüb səcdəyə. Dedilər, biz səni saldıq ki, buna ləkə vuraq, bu nə haldır? Deyir, heç mən bu kişini görəndən sonra özümə qayıtdım. Bunun ibadətini gördüm, mən fikirləşdim ki, bu da insandır mən də. Bax, belə insanlar ola ki, onu cəmaat görməklə haqqa tərəf üst tutar. Daxilində inqilab yarada onun davranışı. Belə adamlar çox azdır. İmam deyir, bizim tərəfdarlarımız belə insanlardır. İmam Sadiq əleyhissalam da çox məzlum imam idi. İmam Sadiqə çox zülm eləmişdilər. Adamı da çox az idi. Biri gəldi, dedi ki, ağa, niyə görə mübarizə aparmırsan zülmə qarşı? Qoyunlar otlayırdı, deyir, 7 dənə qoyun var idi. Dedi, bu qoyunların sayı qədər adamım olsaydı, mən haqqın müdafiəsinə qalxardım. Həmişə insanlar dünya dalıcı olub, batilin yanında olub, haqqı köməksiz qoyublar. İş o yerə çatırdı ki, İmam Sadiq əleyhissalamın da evinə od vurub yandırdılar. Deyir ki, bir nəfər deyir ki, İmam Sadiq həmişə 2 qüssəni ürəyində gəzdirirdi. Bir, hər zaman anası Zəhraya ağlayırdı. Hər zaman mən İmam Sadiqi görəndə anası Zəhranın adını tez-tez zikr eləyərdi. Deyir, bir dəfə oturmuşdum, gəldim, gördüm, xurma yiyir. Oturdum, dedi ki, xurmadan yiy. Deyir, dedim ki, yox, ağa, yiyə bilmirəm. Elə bir hadisə gördüm ki, ürəyim parçalandı. Deyir, dedi, nə gördün? Deyir, gördüm ki, bir qadın küçədən gedirdi, yıxıldı. Qalxanda dedi, Allah Fatimənin qatillərinə lənət eləsin. Onun üstündə onu döyə-döyə apardılar, zindana saldılar. Deyir, mən bu sözü deyəndə gördüm, ağanın gözünün yaşı axdı, saqqalını islatdı. Dedi, qalx gedək məscidə o qadına dua eləyək. Ondan sonra dua elədi, dedi, get, bu pulu da o xanıma çatdır, onu zindandan azad elədilər. Dinən ki, Cəfər Sadiq sənə salam göndərir. Deyir, mən gəldim o xanıma, onu verəndə pula əhəmiyyət vermədi. Dedi, sən Allah düz deyirsən, ağa mənə salam göndərir, dedim, bəli. Deyir, o sözdən sonra gördüm özündən getdi sevindiyindən. Hər zaman anası Zəhranın müsibəti yadındaydı. Bir də bir nəfər deyir ki, evinə ki od vurmuşdular, gördüm ağanın bir adam yoxdur yanında ki, onun evini söndürə. Gördüm özü evi söndürür, evi söndürə-söndürə, gördüm nəsə deyir dilinin altında. Yaxınlaşdım, görüm nə deyir, gördüm deyir ki, la yevməkə yevmikə ya Əba Abdillah. Gördüm deyir ki, heç bir gün sənin günüvə çatmaz ya Əba Abdillah. Deyir, dedim, ağan necə? Dedi, düzdür, mənim evimi yandırıblar. Evimi söndürə bilirəm. Amma Hüseyni şəhid eləyəndən sonra onun xeymələrinə od vuranda bir nəfər yox idi Zeynəbə kömək eləyər. Deyir, ağlaya gəldi İmam Səccadın huzuruna, dedi, ağa xeymələri yandırıblar. Neyniyək? Ağa da əmr elədi ki, qızlara, uşaqlara deyin, hamısı qaçsınlar, xeymələri tərk eləyib üst tutsunlar Kərbəlanın səhrasına. Onda deyir, gördülər ki, bütün uşaqlar hərəsinin bir tərəfi yanır, birinin ətəyi yanır, birinin paltarının bir hissəsi yanır. Paltarları yana-yana qaçırlar Kərbəla səhrasında və ataları Hüseyni çağırırlar. La havlə və la quvvətə illa billah, əl-aliyyil azim.